Gördüğünüz kimi şəhid qardaşımız Ağcabədi rayon Samanbəyli kəndinin şəhidi Tuncay Nizatov'un məzarı üstündəyəm. Bugünkü gündə mən bir Laçınlı balası olaraq gəlmişəm. Şəhidimizi ziyarət eləyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O cümlədən şəhid Tuncay Nizatov'una da qəni-qəni rəhmət eləsin. Məkanı cənnət olsun. Bu cümlədən şəhidimizin anası, şəhid anasına Allah rəhmət eləsin. Allah Nicat əmiyə səbir versin. Yaxınlarına, qohumlarına Allah səbir versin. Bugünkü gündə vətənimizə qayıtmaqda şəhidlərimizin sayəsində, qazilərimizin, ordumuzun, prezidentimizin sayəsində vətənimizə qayıtmışıq. Biz heç vaxtı şəhidlərimizi unutmarıq. Biz onların hər birinə borcluyuq. Allah şəhid analarına səbir versin. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Cənab Prezident İlham Əliyev'i Allah qorusun. Bir də bizim millətimizə, xalqımıza yaman gün, acı gün göstərməsin. Hər zaman bir millət olaraq Cənab Prezident İlham Əliyev'in arxasındayıq. Biz bugünkü gündə bu cür şəhidlərimizə, qazilərimizə, Cənab Prezidentimizə, ordumuza hər zaman borcluyuq. Allah bir daha bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Şəhid anamıza qarşısında, məzarının qarşısında baş əyilən Allah yerin cənnət eləsin. Yaxınlarına, qohumlarına Allah səbir versin.